Elə belə hər dəfə de ki mən sevirəm. Biriləri soruşsa de ki mən sevirəm. Sənə başqa göz baxsa de ki mən sevirəm. Nə olar bircə dəfə de ki mən sevirəm. Yüreğimin sözünü deyirəm, doymadan nece yaşayar örek, sen benim olmadan. Elə belə hər dəfə De ki mən sevirəm. Biriləri soruşsa de ki mən sevirəm. Sənə başqa göz baxsa de ki mən sevirəm. Nə olar bircə dəfə de ki mən sevirəm. Hediye oldun mənə en çetin günümdə. Mən özümü itirdim bilmədim özümdə. Seninle görüşüm silinmez kalbimde. Yaşayacak benimle her defa yeniden. incitme beni böyle, ahime sevirem, senden başka kimseye bunu ben demirem. Elə belə hər dəfə de ki mən sevirəm. Biriləri soruşsa de ki mən sevirəm. Sənə başqa göz baxsa de ki mən sevirəm. Nə olar bircə dəfə de ki mən sevirəm. Elə belə hər dəfə de ki mən sevirəm. Birileri soruşsa de ki mən sevirəm. Sənə başqa göz baxsa de ki mən sevirəm. Nə olar bircə dəfə de ki mən sevirəm. Ay sabahınız xeyir olsun əziz Şirin Çay tamaşaçıları. Bir daha sizləri salamlayıram. Bilirəm yenə şirin yuxudan durub bizə baxırsınız. Bugün də maraqlı olacaq. Bugün də biz sizlərlə düz saat yarım sizlərlə birlikdə olacağıq. Maraqlı olacaq çünki maraqlı qonaqlarımız var və maraqlı mövzumuz var. Mövzumuz nədir? Toy. Toydur, həmişə toy olsun. Toy gəlirləri. Birazdan biləcəyik toy gəlir nə qədər olmalıdır, necə olmalıdır və bugün də bizim gözəl müqəddəs bayramımız, Qurban bayramı davam edir. Bugün də qurbanlar kəsilir və bir daha kəsdiyiniz qurbanlar qəbul olunsun. Ürəyinizdə nə arzu isteği var, hamısı yerinə yetsin və bütün dünya müsəlmanlarının bayramı münasibətilə ürəkdən təbrik edirəm. Və onu da qeyd edim, bugün gözəl bir gündür. Bugün müəllimlər günüdür. Mən buradan üzümü tuturam bütün müəllimlərin də bayramını ürəkdən təbrik edirəm və Allah sizin canınızı həmişə sağ eləsin.
Mən düzdür, yaxşı oxuyan tələbə olmamışam, amma sevimli tələbə olmuşam. Mən buradan öz müəllimimi, ibtidai sinif müəllimimi salamlamaq istəyirəm. Həbibə müəllimə, bəlkə də mənə baxır, onu salamlayıram və Tunzalə müəllimə də bizə baxır, onu da salamlayıram. Maraqlı olacaq və sponsorları təqdim edeyim. Bizim Nərgiz Tibb, Nərgiz Klinikası, Astoria Bakı Fitness Spa Mərkəzi və Patron Günəbaxan Tumları da bizim sponsorlarımız. Gözəl musiqiçilərimiz Xəzri İnstrumental Ansamblı salamlayıram. Bədii rəhbər Zakir Rzayev, mənim dostum, qardaşım. Xoş gəlmisiniz. Birazdan uşaqların adını çəkəcəm bir-bir və keçək qonaqlarımıza. Doğrudan da maraqlı qonaqlarımız var. Çox maraqlı. Birinci qonağımız gözəl xanım, gözəl ifaçı Elnarə Abdullayeva. Buyursun. Xoş gəlmisiniz Elnarə xanım, xoş gəlmisiniz. Necəsiniz? Bayramınız mübarək. Neçə belə illərə çıxasınız? Əyləşin və ikinci qonağımız bu doğrudan da çox istedadlı bir xanımdır. Görəndə tanıyacaqsınız kimdir, özü biləcəksiniz. Ceyn xanım və Nuri Sərindəndirici. Çox maraqlı qonaqlarımız. Əyləşməyin, xahiş edirəm. Bir dənə gözəl mahnı oxuyun. Səhər-səhər sizin verilişə gələndə özümü o qədər rahat, o qədər belə gözəl hiss edirəm ki, elə ilk musiqini istədim. Ürəyimdən keçəni oxuyum, bəli, İkinci zad yoxdur bu evlənmək zad. Hələ ki, yox. Yaman oxuyursa sultandır. Mən sözün açığı bunu özüm üçün oxumamışam, bütün subaylar üçün oxumuşam. Xəbər zad yoxdur yaxınlıqda. Hələ ki, yox. Namizəd zad. Hələ ki, Niyə? yox. Bax, iş, gül kimi işimiz, gücümüz. Vid fason, gəlir maşallah. Axı niyə evlənmək yox? Niyə ailə qurmaq istəmirsiniz? Ailə qurmaq, yəni hələ ki biraz başımız qarışıb hələ Toylara. Yox, toylara yox. Yox, pul saymağa. Musiqiyə, yəni bəli. Yəqin ki bu yaxınlarda bu iş üzərində çalışacağıq. İnşallah, amin. Namizəd var. Namizəd Adı hələ ki lazımdır. yoxdur. Yox, hələ ki yoxdur. İnşallah olar, Hələ ki yoxdur. inşallah. Salamlayıram sizi də, xoş gəlmisiniz. Danışın. Bizim gözəl bayramımızdır. Sağ ol. Sabahınız Necəsiniz? xeyir olsun. Necəsiniz? Bayramınız mübarək Sağ ol. olsun. Maşallah, Ceyn xanım, maşallah Azərbaycan dilində. Necəsən, nətərsən? Necəsən də? Əsas budur. Mən yaxşıyam, sən də tərsən. Yaxşıyam, yaxşıyam. Maşallah. Əsas 2 dənə sözdür. Necəsən, nətərsən? Yaxşıyam, sağ ol. Elnarə xanım, Deməli sabahınız xeyir olsun. sabahınız xeyir olsun. Bu gözəl səhərdə, ən gözəl bayram günündə siz bizi dəvət eləmisiniz. Sağ ol. Siz inanın ki, elə bir ki dünyaları bizə vermisiniz. Ona görə ki, bu səhər günü, yəni yalnız bu qurbanlıq günlərində siz bizi dəvət elədiyinizə görə əvvəla çox sağ olun. Və Sağ ol, mən siz bütün sağ olun. dünya müsəlmanların Qurban Bayramını təbrik eləyirəm və bütün hər kəsin bayramını təbrik eləyirəm. Allah Sağ ol. hər kəsə o qədər ruzu versin ki, İnşallah. hər kəsin qapısında o qurbanlar kəsilsin. O gözəlliyi Allah hamıya qismət eləsin. İnşallah. Amin. Hamını xoş gördük bu səhər Sağ olun günündə. Elnarə xanım. Siz çox Nə, pozitiv nə, görsəniz bu gün. İnşallah axıra kimi belə olar. Yaxşı olar Sonda inşallah. kimi. Yaxşı. Ay sağ olun. Hə. Keçək bizim mövzumuza. Bizim mövzumuz biz ki, toydur, toy. Toy gəlirləri. Maraqlı mövzuda. Yaman maraqlıdır, yaman. Ceyn, belə bir tane baxdım. Bəh, bəh. Ali, yenə nə olub sənə? Səhər-səhər toy tutmaq istəyirsən? Hə? Dur, çıx, gəz, biraz gəz. Mən deyəndə gələrsən. Azad, məşğul ol tali ilə. Hə, keçək mövzumuza. Mövzumuz doğrudan çox maraqlıdır. Toy gəlirləri. Siz də maşallah
bütün günü mənə gəlir ki, toylarda, şənliklərdə. Toy gəlirləri. Yəni, belə verək bu sualı, birinci sualımız belə olsun. İlk toydan, ilk toy mu deyim, ya şad günü, ad günü, nə qədər qazanc olub? Xatırladırsınız, yəni ilk oxumusunuz. Mən ilk toydan qazandığım o vaxt Azərbaycanda yəni mən iştirak edirdim, palatkalarda çıxış edirdik. Bir palatka Evet. məktəbdir. Bəli. Doğrudan toy Mən onda bilmirdim pulun biz o pul indi qalmayıbdı, yəni Təbii ki, üstündə xərclənib. o Nizami Gəncəvinin şəkli olan vaxtlarda o 500 manat. Nizami. Bəli. Qazanırdıq da, nə bilim. Yəni 1000 məsələn nə manat, qədər? 2000 manat belə. Demək olar ki, yəni o vaxtın o pulu ilə təzə çıxan vaxtlar. Doğrudan da adam ilk o maaş bilərək alanda ilk işindən o biraz başqa cür olur. Adam ləzzət edir. Mən köməkçi kimi gedirdim, sözün açığı. Mən indi oradan bilmirəm, az verirdilər, çox verirdilər, amma 1000 manat, 2000 manat pul alırdım. Maşallah. Mən də özüm də Səndə nə tər oldu? İlk işimdə. Nə tər olmusan? ilk işimdə Birinci toyda. maaş alanda doğrudan adama, insana başqa təsir bağışlayır. Evə gəlirdim, dedim mama mənə çay ver. Deyir, hə, oğlum işdən gəlib. Birinci maaşda belə olur axı. Yarısını mamaya verirdim, yarısını özümdə. Əslində belə Bəs olmalıdır. indi vermirsən. Hündü də, İndi həmişə. verirsən. Ruzu bərəkət. Toyun pulunu verirsən, yoxsa maaşı verirsən? Bax, əsas Toyun odur. pulunu da verirəm, yarı. Düzdür, mən Elə də oxumuram, olmalıdır, amma bəli. aparıcı kimi gedirəm. Da, da, Reklam da, olmaz. apar- Hə. Elə də özün qırağa çəkir ki, da indi sən hamı bilir ki, sən aparıcı kimi olacaqsan da. Ay, Axırı bu pul sən nə qədər pul qazanmısan? Ən birinci toydan nə qədər pul veriblər Ən sənə? birinci toydan deyim. İndi mən 1000 sual manat. verirəm buna. Sən bilirəm. 1000 manat. 1000 manat o vaxtın pulu ilə də, o həmən o. Yox, mən bu təzəlicə təzəlicə, gedirəm. bu Təzəlik. köhnələrdən deyil. Yo, öyle o bir vaxt Şirvan təzələrdən- idi. 5 Şirvan idi, 6 Şirvan idi. İlk maaşım belə olub o vaxt. Toydu, başqa iş idi. Siz danışın Nara xanım. Sizdə nə qədər oldu? Başa düşdük. Çox sağ olun. Deməli mən ilk dəfə toya gedəndə, bir də birinci dəfə toya getmişəm, deməli 8-ci sinifdə oxuyanda getmişəm. Onda mənə veriblər o vaxtın pulunda 70 manat. 70 manat. O vaxtı. O vaxt. Çoxdanın Palatka toy olub bu da? Hə, palatka toyda indi. O vaxt deyəndə nə qədər? Təxminən neçə il bundan? hardasa bax götürək ki 90-cı ildə, nə 90-cı ildə yox. 89-da zətdə belə. Mənim 4 yaşım var idi. Hə sən onda uşaq idin, sən Uşaq anadan idim, hə. olmamışdın onda. 86-cı iləm. Mən Anadan çoxdanın olmuşdum. diliməm. 3 yaşım var idi. Hı. 3 yaşım var. Deməli o vaxtı. O vaxt. Balaca uşaq idim də güya indi. Sonrakı Asosiyalə qəbul olandan sonrakı o toylara başladım getməyə, Tarkamança ilə getdim. Ha. Amma Tarkamança ilə toya gedən kimi qiyməti deyim sizə. Allah and olsun. Deməli o vaxtı dollar hələ olmazdı. 3000-ə, 2500-ə dollar. Onda biraz üstünə qoyanda ev eləyirdi. Ha. Allah and olsun. Bax Maşallah. o qədər belə bahalı toylara getmişəm. Ev Və mən eləyə elə bildiniz? bilirdim ki, o vaxtda Azərbaycanda ümumiyyətlə kasıb adam yoxdur. Mən elə başa düşürdüm. O vaxt toyda da pul da oradan xərclədim. Amma mən onu deyim ki, həm doğrudan da toylar bir böyük bir məktəb idi. Toyların indi bu tərəfin qazanc tərəfini deyəndə ən əsas qazanc mən sizə deyim ki, o sənət idi, elm idi ki, sən toyda yığırdın. Yəni heç bir akademiya, heç bir nə bilim götürək hansısa birin bu dəqiqə universitet falan bəsməkan, həmin o necə deyirlər, elmi siz inanın insanı heç ara vermir. Düzdür. O vaxtı. İndi toylar toyda öykü. İndi Hələ o yalanlar. şabaşlar, nə qədər pullar, indi nədir? Bax toylar indi nə İnanın xoşdur. Allaha ki, mən Maraqlı. oxuyurdum toyda. Bir də gözümü açırdım, gözümü də yumub oxuyurdum. Özə tarçamanca. Deməli gözümü açırdım, Allaha and olsun gördüm ki, bax qızıl saatlar qoyublar, qızıl üzüklər qoyublar. Bax Mən bunu heç anda deməmişəm. deməmişəm. Gəlmir. Pul şabaş yoxdur ona görə. Yox, indi də var. Yox şabaş. Bilirsiniz, mən sizə bir söz deyim də, təkcə yenə deyirəm, puldan söhbət getmir. O inkişafdan söhbət gedirdi ki, İnkişafdan sonra. indi artıq o Hə. inkişaf yoxdur. İnkişafdan sonra. Vəssalam. Belə ayıb çıxmasın, pis çıxmasın. Eşitdiyimizə görə Nuri sərinləndirici toya 10 min, 15 min azayına gedir.
Toydan sonra bu pulları kim sayır? Kim kömək edirsə? Maşallah deyirəm ha, birinci yenə deyirəm maşallah, O, maşallah. o suala cavab verməyəcəm. Onu Lamiyə xanımdan soruşarsınız. Lamiyə xanımı Neçə salamlayırıq. Hə, pulu saymağı da Deməli həqiqətdir. Deməli, hə, bu pulu 2-3 nəfər kömək edir sayır. Maşallah, maşallah, maşallah. 10-15 min manat. Bəli. Elə olub ki, qiymət demisiniz hansı bir toy gəlsinə ki, mənim qiymətim məsələn 15 min manat. Nə qədər düşmüsünüz aşağı? Ən çox. bilirsiniz, düşmək 10-15 min manatdır, onu bilirik. Məsəl üçün 5 manat demişik də, məsələn kiməsə hansısa bir toy yəsinə 5 manat. Düşmək düşmürük. Niyə düşmürük? Ona görə ki, qiymət nədir? Mənim fikrimcə, yəni bu belə olmalıdır. Çünki sizin toya gəlirik 5 manata, başqa bir insanın Tanışlar toyuna zəng gəlirik edir ki, xahiş 3 manata. Həmin o 3 manata getdiyimiz 5 manata sonra demir axı bəs sən o adamın toyuna gəldin 3 manata, mənim toyuma gəldin 5 manata. Adətən belə də olur ki, qiymət düşəndə deyir ki, həmin o toy yesin ki, başqa adam bilməsin, amma bu qiyməti gəlmiş. Yo, o любом случае o bilinir. Bilinir. Bilinir, bəli. Belə də olub ki, zəng ediblər ki, Bilirlər, falan heç kəsin kimin ağzında söz də qalmır. falan kəsin toyuna falan qiymətə gəlmişsən, mənə də Bir utanma söz bura. danışır. Gedib hədiyyə oxuyuruq. Məsələn, mən çox vaxtı demişəm ki, məsələn, çox vaxtı skifka ilə nə bilim belənçi demişəm ki, mən gəlib 1 mahnı, 2 mahnı öz adımdan oxuyacağam. Oxuyaram Qolluqda amma oxuyub getmişəm, bəli, təmanlasız. Amma indi bəlkə hansısa bir insanın ürəyi istəyir ki, məsələn, onun toyunda Elnarə xanım oxusun, ya məsəl üçün başqa bir müğənni oxusun orada. Bəlkə onun imkanı çatmır o müğənnini çağırmağa. Mən bacardığım qədər, mən indi Bakıda yaşamıram, Moskvada yaşayıram. Yəni Bakıda olduğum müddətdə Lamiyə xanıma da oturub məsləhətləşmişik Lamiyə xanıma da. Lazım olanda, məsələn, hansısa bir ailəyə, hansısa bir toya biz gedib 1 mahnı, 2 mahnı olubdu, yəni olacaqdır. Oxuyuruq belə. O demək Siz deyil. indi toylara görə Bakıdasınız, yoxsa? Toylara görə demək olar ki, biraz da bizim bu musiqi ilə, yəni yeni musiqilərlə əlaqədar gəlmişik. İnşallah xeyirli olar. Yeniliklər olacaq bəli onun üçün. Elnarə xanım Vaxtımız nəsə var danışın. danışmağa. Danışın, Deməli, danışın bir sonra. gün bir dənə hə. toydur. Bir nəfər mənə zəng eləyib. Mənə zəng elədə mən dedim ki, yox, filan qiymətdir. Bir saatlıq toydur. Sonra bir nəfər mənə zəng elədi ki, bəs Elnarə sənə qurban olum. Filandır, bəs məkandır. Nə bilim, atası belə ölüb gedib. Nə bilim, daha. Hə, gəlin oxuyun, pulsuz, Nəsə. havayı. Mən dedim ki, yaxşı. Elə oldu ki, bunlarla danışandan sonra onlar da bilməzlər ki, mən belə ciddi adamam da. Gəldim, həmin o restorana toya gəlmişəm. Mənə birdən dedilər ki, çıxanda belə orada adamlar da, orada administratorlar. Bunlara xanım, bəs biz sənə dedik, gəlmədin. Bəs filan kəsə filan qiymətə gəldin. Mən dedim, filan kəs kimdir? Dedilər, filan kəssə, adında. Hə. Dedim ki, hə nə olub ki? Deyir ki, bəs siz bizə qiymətdə düşmədinizsə, filan kəsdə düşüb. Dedim ki, əvvəla o bir kino var, deyir, nədir bir arvadımızla qoymazsınız, bir bazara çıxaq. Deyir ki, mənim ixtiyarım yoxdur ki, kimə hansı yoldaşa görə, kiməsə görürsə, əvvəla mən bir nəsə qiymətdən düşüm. Ondan da ki, mən başa düşməyim, sizə belə gəldi, dedilər, dedi, hə. Çıxan kimi özü başqa tərəf edirdim, Allah'ın da olsun. Çıxan kimi yığdım həmin adamı. Dedim, sən demisən ki, filan qiymətə gedib, qayıtdı ki, yox, vallahi elə sözü olmayıb, belə filan bəsməkan, belə söz deyən kimi, dedim, Allah'ın da olsun, 1 milyon versin, mən sənin toyuna gəlməyəcəm. Sənin ağzında söz durmadı, qalmadı. Belə də olur. Elə getmədim ki, Eynən. bilirsiniz ki, hər şeyin təri var da, yəni əgərlər mən sənə hörmət edirəmsə, bu sözü bir damcı ud da, nədir bu, kişi oldun, qadın oldun, bu sözü uda bilmirsiniz. Ay Elnarə xanım, istəmir, sizə yaraşmır, istəmir. Ona görə Duraq də oxuyaq. üzr İstəmirəm, istəyirəm. Ona görə də qiymət Düşmək lazım deyil. düşmək lazım deyil. Ona Düz görə bələdiniz ki, deyil. bəli, o başqasına məsələn deyir ki, sən mənim toyuma niyə gəlmədin? Ay yox, Ona yox, görə belə nə bir bilim. Olur belə şeylər. Bəlkə bir dənə gözəl mahnı. kim oxuyur? İkimiz. İkimiz. Canlı oxuya bilərsiniz. Durun. Kimin ürəyiniz? Hüseyn xanım da oxumaq istəyirsə, hə, üçümüz. Mən onu istəyirəm. Mənim dostum. Vitalik, hə, gəl. Gözəl yanına. Hə. Gəlsin. Vidoş da deyə bilərsiniz. Çünki Azərbaycanda artıq onu Vidoş deyirlər.
Ha, bununla danış. Keç qardaş, keç. Xoş gəlmisən, keç. Elnarə xanım, oxumaq istəmiş deyəsən. Yox, indi görək Canlı. Bir də. Görüm nə Yaxşı, yapırlar. yaxşı, Eləyirlər, mən də baxım görüm də. Sevirəm, bəh. Sevirəm mahnısı gəlir gözümə. Biz şirin çay içirik. Biz hələ şirin çay içirik. Şirin çayla məşğuluq. Biz şirin çay içirik. Siz yavaş-yavaş hazırlaşın. Biləcəyik. Zəhmət olmasa. Belədir ha. Ay, sabah belə. Belə hər dəfə de ki mən sevirəm. Biriləri soruşsa de ki mən sevirəm. Sənə başqa göz baxsa de ki mən sevirəm. Nə olar bircə dəfə de ki mən sevirəm. Yüreğimin sözünü deyirəm, doymadan nece yaşayar ürek, sen benim olmadan. Belə hər dəfə De ki mən sevirəm. Biriləri soruşsa de ki mən sevirəm. Sənə başqa göz baxsa de ki mən sevirəm. Nə olar bircə dəfə de ki mən sevirəm. Hediye oldun mənə ən çətin günümdə. Mən özümü itirdim, bilmədim özümdə. Seninle görüşüm silinmez kalbimde. Yaşayacak benimle her defa yeniden. incitme beni böyle, ahime sevirem senden başka kimseye bunu ben demirem. Elə belə hər dəfə de ki mən sevirəm. Biriləri soruşsa de ki mən sevirəm. Sənə başqa göz baxsa de ki mən sevirəm. Nə olar bircə dəfə de ki mən sevirəm. Elə belə hər dəfə de ki mən sevirəm. Biriləri soruşsa de ki mən sevirəm. Sənə başqa göz baxsa de ki mən sevirəm. Nə olar bircə dəfə de ki mən sevirəm.